Deməli, mən neçə ildir bu sahədəyəm də, yəni çox zənglər gəlir. Yəni gələn zənglərin demək olar ki, 99% bizə zəng eləyir analar. Yəni mən oturub analiz edirəm ki, yəni nədən irəli gəlir bu? Bu asıllıq elə bir dənə xəstəlikdir ki, bu hər bir ailənin qapısı döyülə bilər. Bundan heç kim sığortalanmır. Kim fikirləşər ki, yox mənim biz ali təhsilli, nə bilim bizim işimiz, gücümüz, kübarıq biz, kübar ailəyik, bizim nəslimizdə olmayıb. Yox, elə bir şey deyil. Yəni mən bu sahədə neçə illərdir. Yəni cəmiyyətin hər bir kateqoriyasından bizə zənglər gəlir. Ən çox da analar zəng edir. Nəyə görə? Bu asıllıq elə bir xəstəlikdir ki, bu qarşısında hər bir şey dağda gedir. Yəni ailənin içinə nüfuz edir. Ən çox əziyyəti də bu məsələlərdə çəkir analar. Analar baxın necə olur. Bax, ananın gözünün qarşısında övladının asıllığından əziyyət çəkməyi, narkomaniya, qumardır, alkoqolizmdir, fərq eləməz də. Yəni bu dağıdıcıdır da. Yəni bu insan dağıdır. Bunun hamısının bir ananın gözünün qarşısında olmağı ana üçün böyük bir udardır. Bu udara da analar dözmür. Ana özünə sığışdıramır ki, mən övladıma necə tərbiyə verildim ki, belə oldu, ola bilməz. Və özünü bu suallarla demək olar ki, illərlə özünü yeməklə məşğuldur. Yəni o fikirlərlə, düşüncələrlə təsəvvür edin ki, ana yatır yuxudan, övladını fikirləşir. İşə gedir, hansısa bir sahədə çalışırsa, yəni övlad haqqında düşünür. Oturur hardasa yemək yeyirsə, gözünün önündən övladı getmir və təsəvvür edin ki, bunu illərlə ana yaşayır. Ana başlayır xilaskarlıq eləməyə. Bir də görürsə mənə zəng gəlir ki, mənim uşağım çox da belə ağır deyil də. Sual verirəm, bax, ağır deyil. Bu adam, yəni bu şeyləri eləyibsə, yəni bir övlad əgər gedir, zəhəri götürürsə, pul verirsə bu zəhəri, ölümün yaxınlaşdırırsa, o zəhəri ağız boşluğuna, vena daxili fərq eləməz istifadə edirsə, bu ağırdır. Yüngül, narkotikin yüngülü ağır olmur. Qumar oyunları. Bu insan əgər gedirsə, banklara, ona, buna borc varsa, onu aldadırsa, dələduzluqla məşğuldursa, belə deyək, sən bunun illərlə nəyirsə satırsansa, bu uca ağırdır. Yəni bu dərəcə onsuz da ağırlaşır. Valideyn sadəcə olaraq nə edir? Valideyn özü bilmədən başlayır sponsorluq eləməyə. Yəni övladının ölümün daha da yaxınlaşdırır və özünə qapanır. Bunu qohum-əqrabı içində, dost-tanış içində müzakirə eləyə bilmir, utanır, sıxılır və başlayır, məsələn, əgər valideyn hardasa bir